oyun gərgin oyun olacağını bilirdik. Neftçini yaxşı təhlil eləmişdik. Bilirdik necə oynayacaqlar və biz də bu oyuna qələbə üçün düzdür hazırlaşmışdıq, qələbə qazanmaq istirdik. Amma çox gərgin oyun oldu. Komandamız bu oyunda məğlub oldu. Neftçini təbrik edirəm. Futbolçuların doğrudan da bu oyunda çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Sona qədər mübarizə apardılar. Əlbəttə ki, son anda balaca səhvlər qələbə qazanmağımıza mane oldu. Amma neynəmək olar, bu futboldur. Komandamızda açıq-aşkar həm taktiki cəhətdən, həm futbolçularda o ruh yüksəkliyi hiss olunur. Düşünürəm oyundan oyuna komanda daha yaxşı olacaqdır. Artıq bundan sonra hazırlıq dönəminə baxıb daha güclənib, daha güclü karvan olmalıyıq. Futbolçularımın əzmkarlıqlarına görə hər bir futbolçuya sağ ol deyirəm. Göstərdikləri əzmkarlığa görə. Eləyəcək bir şey yoxdur, qarşıdakı oyunlara hazırlaşıb komandamızı çətin durumdan çıxartmalıyıq. Əlbəttə müdafiədə buraxdığımız səhvlərdir. Təzyiq altında artıq istər-istəməz hesabda bərabərlik və yaxud öndə olduğumuz zaman istər-istəməz təzyiq artır. Təzyiq artdığı zaman səhvlər yaranır. Bu səhvlər əlbəttə ki var, biz bunları görürük, bundan qabaq da səhvlər, amma nisbətən təhlillərdə görürük ki, səhvlərin sayı getdikcə azalır. Amma yenə də ki, dediyim kimi, bu səhvlər var. Təzyiq artdığı zaman bu səhvlər olur ki, futbolçular xırda səhvlərə baş verir ki, onlar gətirib sonuçda qola çıxar. Məcbur, bunu ancaq və ancaq işlə öhdəsindən gəlmək olar. Məncə, heç bir vaxt uzatmaq yox idi. Əlbəttə ki, istər-istəməz staknavellər olurdu və futbolçular zədələnir. Bəzi futbolçularımız var idi ki, oradan da belə deyək, zədə ilə oynayırdılar. Heç bir futbolçu vaxt azaltmırdı və özünüz də gördünüz ki, birinci hissəyə 6 dəqiqə, ikinci hissəyə 8 dəqiqə vaxt artırıldı. Bu, vaxt artımı ilə deyildi. Bu, sadəcə, belə deyək də, oyunda dayanan vaxtlar, həkim meydana çıxırdı. Yəni, bunu bilərəkdən hər hansı bir futbolçu vaxt aparmırdı. Biz elə oynamırdıq. Sadəcə, istər-istəməz oyunda mübarizələr zamanı boyu toqquşmalardan yaranan zədələr, mikro zədələr. Bilərəkdən heç kim vaxt artırmırdı. İstər-istəməz bəzi nöqtələr var ki, biz gücləndirməliyik. Bunun üzərində çalışırıq, rəhbərliklə mütəmadi olaraq danışırıq. Mütləq qışda daha güclənməliyik. Xeyr, mən demədim oynamasına. Yəni, bununla bağlı danışacaq, əlbəttə, bəli, danışıqlar olacaq. Hələ elə bir imkanım olmayıbdır, çünki bütün konsentrasiya oyunlara idi. İndi yenə rəhbərliklə əlbəttə görüşümüz olacaq, bu haqda bir müzakirə edəcəyik.